İndi biz filenin üzərinə qoyuruq qoz. Qabaq belə hazırlaşdırmışdıq bunu. Soğanı qurutmuşuq, çəkib, suyu sıxıb. Sonra üstünə qoz qatmışıq və qara gəvalı palçıq qatmışıq. İndi biz bunu bükəcəyik. Çox yerlərdə əsas toyuqla için doldururlar, balığın için doldururlar. Amma restoran sistemdə əsas belə verirlər. Çox qəşəng görünüşü var, yeməyi də rahatdır, həm dadı da qəşəngdir. Belə səliqəli. Bunu götürün. İndi biz bunu bükəcəyik. Əsas mən ortadan belə qəşəng belə vururam ki, biz kəsəndə doğranışda o qəşəng görsənsin. Sonra belə basanda özünüzə çəkirsiniz ki, ortalıqda boşluq olmasın. Siz onu yumru, kvadrat, yəni nə forma istəsə verə bilərsiniz. Sonra da belə sıxıb. Biz indi 3 yerə böləcəm. Sonra biz büküb onu qaynadacağıq. Elə restoranlar var, hə var. Amma elə yerlər var ki, o toyuqla balıq bütöv verilir. Belə verilmir. Əslində belə dəmir üstündə bıçaqla kəsmək düzgün deyil uşaqlar. Bilirsiniz, bıçağın ağzı xarab olur. Mən kəsdim, amma siz kəsməyin. Belə sıxırsınız ona qəşəng, sonra da qaynadırsınız. Sonra biz bunları belə hazır eləyəndən sonra qaynar suyu tökürük, suda qaynadırıq yarım saat. Yarım saatdan sonra çıxardırsınız. O sobada bişirir onlar? Yox, suda qaynadıram, qoyuram. Yarım saatdan sonra çıxardıb 5 dəqiqə yer dəm alır, saxlayırsınız, sırazu açanda dağılır isti-isti. Sonra yağda biraz qovurarsınız, üstündə də zoğal, böyründə zoğal palçıqla podaça eləyə bilərsiniz.